Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2025-ci ildə olduğu kimi bu ildə Şəki rayonunda 38.980 hektar əkin və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən meliorativ tədbirləri davam etdirir. Ötən il ərzində 3 mülk və istehsalat binasında, 2 nasos stansiyasında, 60 texniki və elektrik avadanlığında, 40 subartiziyan quyusunda, 37 hidrotexniki qurğuda və 3,5 kilometr dəhnə beton kanalında cari təmir işləri aparılıb. Sel sularından müdafiə məqsədi ilə çay məcrasında ümumi uzunluğu 8,7 kilometr olan ərazidə 406,9 min kub metr təmizləmə işləri görülüb. Şin çayında və digər çaylarda, Şiş çayında, Daşal çayında, Bideyizə və digər ərazilərdə çay məcralarının təmizlənmə işləri gedir. Belə ki, yaz-yay mövsümünə hazırlıqla əlaqədar hal-hazırda göründüyü kimi Şin çayının sağ sahilində bu işlər davam etdirilir. Ümumiyyətlə, həm də Cəyirli, Dəhnə, Surçuma ərazilərində, kəndlərində kanalların təmizlənmə işləri ilin əvvəlində start verilmişdir. Qurum eyni zamanda Şəki əhalisinin içməli su təminatını da həyata keçirir. Şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində indiyə qədər 351 kilometr su, 254 kilometr kanalizasiya xətti çəkilib. 2025-ci ildə şəhərin müxtəlif yaşayış massivlərində əlavə olaraq 26,9 kilometr su və 19 kilometr kanalizasiya xəttləri inşa edilib. Şəhərin 9 təzyiq zonası üzrə 18 su anbarı, xlorator və elektroliz qurğuları istifadəyə verilib. Çirkab sularının təmizlənməsi qurğusunun mexaniki hissəsinin tikintisi tamamlanıb. Şəhərin 70% hissəsi demək olar ki, yeni sistemlə, yəni su təchizatı və kanalizasiya sistemi ilə təmin olmuşdur. Artıq əhalinin 80%-i gündə 24 saat içməli su ilə təmin olunur. Yerdə qalan 3 şəhərin əsas hissələrindən olar şəhərinin deməli yuxarı baş hissəsi, Gəncəli məhəlləsi ərazisi, Dodu ərazisi və genişlənmədə olan şəhərin aşağı hissəsində hələlik köhnə şəbəkədən istifadə olunur. Qeyd edək ki, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2025-ci il ərzində müxtəlif diametrli 28.851 paqon metr su xətti, 20.908 paqon metr kanalizasiya xəttlərinin tikintisi yerinə yetirilib.